Efirdə bu qədər şey eləyirsinizsə, elə tamamlayardınız da, sevişərdiniz, hamı da rahat olardı. Salam değerli dostlar, hoş gördük. Mövzuya keçməmişdən öncə diqqətinizə bir şey çatdırım. Biz Çindən istənilən malı Rusiyaya və Azərbaycana alıb gətirib çatdıra bilərik. Kargo deyil ha. Biz alırıq oradan, fabrikdən, zavoddan çatdırırıq. Tibbi avadanlığından tutmuş, kranına, ekskavatoruna, avtomobilinə kimi hər şey toptan şəkildə bizim vasitəmizlə ala bilərsiniz. Özü də ucuz qiymətə. Aşağıdakı WhatsApp nömrəm də elə bunun üçündür. Əlaqə saxlayın və salam, şüt tamam. O birilər də aparıcıdır, o birisilər də sırtıq kimi gülürlər, əl çalırlar. Və onu belə eşq, məhəbbət, sevgi macerası kimi görürlər. Ya sevinirlər ki, efirə reyting gələcək, Musa təranəni qucağına götürdü. Götürək, problem deyil, özün bilərsən. Evdə götür də. Sən efirdə bu nə hərəkətdir? İndi dostlar, yenə deyirəm, mən geriçi adam deyiləm. Mən də müasir düşünürəm. Bu müasirlik deyil amma. Bu müasirlik deyil. Məsələn, mən də bəzi şeylər var ki, ona qarşıyam. Məsələn, keçmişdə bizim dədə babalarımızın vaxtında, ay nə bilim, gəlin uşağı qucağına götürməzdi, qaynatasının, qaynanasının yanında ayıb idi. Oğul nə bilim, uşaq çığırsa belə qucağa götürmək olma, ayıb. Bu kimi şeylər yersizdir, mənasızdır. Əsas uşağın sağlamlığıdır. Uşaq niyə çığırsın orada? Bəzi, misal gətirdim ha bunu. Amma daha bu qədər yox da. Ay götür arvadı cəmaatın ortasında qucağı var. Sən axı cavan da döyürsən, yəni yaşlı nəslin nümayəndəsisən. Baba nənəsiz siz. Yəni siz baba nənəsiz. Əgər belə şeylər normallaşarsa, sabah birisi gənc nəsil də onların yaşına çatanda ondan 5 bətərini eləyəcək. Yəni elə bunlar Sovet dövründə doğulublar, yaşlı nəsildirlər, baba nənədirlər, bilməm baba nənədirlər ya yox, amma qaynata, qaynanadılar. Bir arada biabırçı xəbərlərlə gündəmə gəlmişdilər. Bilirsiniz, çox uzun danışmaq istəmirəm. Çıxdı, öz həyat yoldaşını xəyanətdə ittiham elədi. Sonra bağışladı, qəbul elədi. Sonra nə bilim, belə də kişiyə yaraşmayan hərəkətlər. Kişi olmalıdır, dostlar. Bir kişi öz həyat yoldaşının uzaq başı əlindən tutar, hardasa. Nə bilim, əlini çiyninə qoy, amma qucağa götürmək ictimaiyyət arasında, sonra nə bilim, öpüşmək olsun, filan bəsməkan, bu kimi şeylər özələ girir. İnsan öz özəlini qorumalıdır. Ümumiyyətlə, bir kişi də, bir qadın da öz özəlini qorumalıdır. Özəl kənara çıxmamalıdır. Axmaq-axmaq hərəkətlər eləyirlər və mən düşünürəm ki, inşallah bundan sonra Mamma Mia oxuyan, Morto Porto oxuyan Musa neçə il bizi yola verib bu mahnı ilə. Bilirsiniz, bu haqda video çəkmişdim. Özlərini yığışdırarlar. Həmçinin də bu efirin aparıcısı, bu efirin yiyəsi, sizə üzümü tutub deyirəm. Kayf alırsınız, ləzzət alırsınız, reyting alırsınız o öz yerində. Yəni bu kimi şeylər daha doğrusu sizin istəyiniz nə olur? Siz bilirsiniz ki, bu şeylər olacaq, onları efirə çağırırsınız. Siz və yaxud da nə bilim, tək onlar yox, ümumiyyətlə, indi bunları başa düşdük. Siz demək olar ki, bütün nə qədər izlənirək, bu Musa Geli nəzərdə tutmuram ha, nə qədər axırıncı adam varsa, lazımsız adam varsa siz efirə çağırırsınız. Çünki siz də onların tayısınız. Çünki siz də səviyyəsizsiniz. Çünki siz də siz düşünmürsünüz Azərbaycanın etikasını, əxlaqını, siz düşünmürsünüz. Siz düşünürsünüz ki, bol reytingim olsun, çox yaxşı pul qazanım və salam, ancaq bunu düşünürsünüz. Siz fikirləşirsiniz ki, biz qanunsuz bir iş görmürük. Görürsünüz. Görürsünüz, siz qanunsuz, siz Azərbaycan əxlaqına, etikasına zidd olan, qanununa zidd olan işlər görürsünüz. Ailə sistemini məhv eləyirsiniz. Buna dəxli yoxdur, fərqi yoxdur. Elgizdə, Zaurda və digərləri, əksəriyyəti daxildir. Siz sadəcə özünüzü çox belə dahi bir insan kimi görürsünüz və düşünürsünüz, deyirsiniz ki, Azərbaycanda buna baxılır, biz də bunu təqdim edirik, qələt edirsiniz, başınızı divara vurursunuz. Siz onların gözünə bu cür pox verilişləri soxanda, təbii ki, tamaşaçının da seçimi olmur, oturur buna baxır. Siz normal veriliş verin, normal etik, normal qəşəng şovlar təqdim ediyin, insanlar da oturub baxacaq. Neyse dostlar, beynin üçündür, özünüzə yaxşı baxın, görüşərik, hələlik.